Şahan bəy, bir dənə burada bir əlavə eləmək istəyirəm. Baxın, siz də məsəl üçün deyirsiniz o şey məsələsində uzun müddətli istifadə məsələsi. Baxın, təbii ki, bizdə Azərbaycanda da insanlar da istəyər ki, hər 5 ildən bir, 3 ildən bir maşın dəyişsin. Bu, yəni kim istəməz ki bunu? Hə, sadəcə olaraq bir dənə məsələ var ki, məsəl üçün də Amerikadakı, Avropadakı maaşlar burdakı şəraitlə olsaydı, bəli, hansın ki 4 aya sən qazana bilərsən 20-25 min dolları, hansın ki ala bilərsən elə bir maşın. Hə, niyə də yox? Hə, niyə də yox? Onu şey eləmək olardı. Amma sizdən yanaşmada elədir ki, burada 1000-1500 manat maksimum ən yaxşı halda maaşlar olur və o da ki, hər adam da onu müəyyən bir müddət yığır, eləyir ki, onu alsın və uzun müddət istifadə eləmək istəyir. Bəli, tamamilə düz deyirsiniz. İstəyirsiniz mən o mövqeyə də gəlim. Amerika və Almaniya və yaxud da ki inkişaf eləmiş ölkələr bazarı. Bu əslində belə deyil ha. Bu bizim şıltaqlığımızdır. Bu bizim şıltaq. Mənim danışdıqlarım çox güclü iqtisadi meyarlar üzərinə dayanır. Azərbaycanda ən sinəsinə döyən iqtisadçı, hüquqşünas mümkün deyil ki, mənim qabağımda nəqliyyatla bağlı danışıq eləyə bilsin. Meyarlar o qədər çoxdur ki, onlar çaşacaqlar. Ola bilər ki, cinayət hüququnda ən mükəmməl hüquqşünas nəqliyyat haqqında hüquqi səhv yazıb. Ola bilər ki, iqtisadiyyat özü də çox yönümlüdür axı. Kənd təsərrüfatı üzrə mütəxəssisdir. Nəqliyyat üzrə mütəxəssis deyil axı. İndi sizin dediyiniz çox adam belə düşünür. İndi mən ona gətirəcəm. Deməli mən əgər ki 3 milyard dolları 15 ildə istifadə edə bilirəmsə və yaxud da ki 15 ildə 10 milyard dollar xərcləyirəmsə 7 milyard ölkə itkidədir, düzdür? Məntiq olaraq, hə? Bu 7 milyardla biz özümüzə zavod qura bilərik, fabrik qura bilərik nəqliyyatla bağlı. Çox rahatlıqla qurmaq olar. Ən güclü, ən möhtəşəm şirkətlərin dəyəri 5 milyarddır. Yəni zavod qurmaq istəyirsənsə, o istehsal həcminə baxır da, biz də balaca ölkəyik. İndi gələk sizin şeyimizə. Bunu aydınla elədik də biz, yəni ki, ölkədə çox ciddi itkiyə gedir. Mən ölkədə itki olsun. Mən ondan sonra o küçədə gəzən maşını olmayan adam devalvasiyaya düşsün. Elə bir ki, evimizdə oğlumuz, qızımız, bizim 1000 manat gəlirimiz var. Şıltaqlıq edir, gündə bir ayaqqabı cırır. Bu da 100 manatdır. Mənə oğlumu gətirib deməliyəmmi ki, ay oğul, sən nə qarsan, biz ana ata ac qalacaq, qız bacısı ac qalacaq, deməliyəm ya yox. Ya da baxmayaraq ki, canım cərimdir, çox sərt danışıb, oğlumu cilovlamalıyam ya yox. Mənim niyyətim 100 min dənə maşın deyil, o 10 milyon xalqdır ki, o 7 milyar itirə bilər. Bu cəhalətlə yoğrulmuş insanlar, nətərsə deyim, Nəsimin dediyi bədbəxtlardır da. Onlara zuhur ola bilməz axı. Mənim niyyətim, mən bugün xidmət edirəm. Mən 1 manat sizdən pul aldım, mən sizə xidmət edəndə. Mən bura gələndə sizdən pul aldım, video çəkmək üçün. Mənim bütün videolarım pulsuz çəkilib. Heç kəs də deyə bilməz Şahin bizə məsləhət verib. 10 minlərlə insana məsləhət vermişəm. 25 ildə birindən 1 manat pul almamışam. Əgər niyyət biznes olsaydı, telefonum açıq olardı, reklamlar olardı, düzdür? Amma sən Nəsimi demişkən bədbaxt, anlaya bilmirsən ki, ölkəni nəyə sürükləyirsən. Dəli kimi gedib disk təkər, ekran reklam edirsənsə, sən bədbaxtsan, icazə ver. Cəhalət içində olmayanlar dərk eləyə bilsinlər. Budur bütün məsələ. İndi Amerika, orta illik, maşının orta illik ömrü Amerikada nə qədərdir? Yəni, bazarın orta yaşı nə qədərdir Amerikada? Siz dediniz ki, 2-3 ildən bir maşın dəyişirlər. Nə qədərdir? Onu deyəmərəm. Görürsünüz. Deməli, data olmayanda, hətta sizin kimi mükəmməl insanlar belə istəməyərək səhv istiqamətə gedir. Deyim nə qədərdir? 12,5 il. 12,5 il. Bəli, statistika var, gedin açın, baxın. Almaniya 10 il. Bütün post-sovet ölkələri 13-14 il. Rusiya, Belarusiya, Latviya, Litva, Estoniya, Azərbaycan bunların içində ən Qırğızistan, Tacikistana yaxınıq acca 17-18 il olardı da, bizdə də 17-18 ildir. Bu nəyə göstərir? Bu onu göstərir ki, biz buna alışmışıq. Adın nə qoyursan qoy, 500 manat qazanc, 700 manat qazanc. Bu o deməkdir ki, sən ölkəvə qarşı gedirsən. Elə bir ki, belə deyək, sizin bir ailəniz var, gəliriniz də 2000 manatdır, düzdür? Hamı bilir ki, sizin oğlunuz, qızınız və ya da yoldaşınız hər ay 2000 manat restoranda pul xərcləyə bilməz, düzdür? Bu aydındır da. Hər nə olursa olsun biz evdə yemək yeməliyik. Düzdür? Bu aydındır. Mən də ölkəmin büdcəsini bilirəm. Rəqəmləri qoyuram ortalığa və ölkəmin statistikası mən yaranandan bura 30 illik statistika göstərir ki, mən yalnız uzun müddətli maşınlara mövqe alıram. Bu sadəcə ona görə deyil ki, mənim pulum yoxdur. Eyni zamanda ona görədir ki,
Mənim düzəltməyim asan da olmalıdır. Uzun müddətdə maşının pulu çıxmalıdır. Mənim o 500 manat maaş alan adam ikinci və üçüncü əldə bunu istifadə edə bilməlidir. O gün gözəl bir şərh yazıb mənə bir adam. Mənə yalnız e-mail yazmaq olur da, bilirsiniz. Yazıb ki, Allah səndən razı olsun. Belə biraz söyüş söyüb, onu mən deməyəcəm. Deyir,